بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین. الصلاة و السلام علی سید الانبیاء و المرسلین خاتم النبیین محمد و علی اهل بیته الطیبین الطاهرین المعصومین المنتجبین و اصحابه الصالحین و لعنت الله علی اعدائهم اجمعین. اللهم وفقنا لما تحب و ترضى. Arz edeyim hikmətsə, təzəlikdə mən bəzi iman əhlindən, bəzi mümin qardaşlarımızdan gəlmişdilər. Mən xidmətlərində var idim, görüşümüz var idi. Onlar bəzi söhbətlər elədilər və dedilər ki, Bakıda, Azərbaycanda bəzilər Muxtar Səqəfinin barəsində müxtəlif fikrlər bəyan edirlər, bəzi sözlər deyirlər ki, bəyənilmir və Muxtarın məqamı bu fikirlərdən çox-çox uludur və üstündür. Mən soruşdum ki, bunlar nə deyirlər, nə demirlər. Bunları eşidəndən sonra və biləndən sonra ki, nə sözlər danışırlar və kimsə hansı xutbədə, hansı evdə ya məsciddə bəzi söhbətlər eləyiblər, özümə vacib bildim, lazım gördüm ki, həm Əmirül-Möminin Əli əleyhissalamın bu sahabəsi, İmam Hüseynə yardım edən, İmam Hüseynin zalimlərindən, qatillərindən intiqam alan bu şəxsin haqqından müdafiə edəm, ondan himayət edəm və həm də bu əziz qardaşlarıma, bunlar ki, bu sözləri danışıblar, onlara bəzi sözləri tapşıram, bəzi sifarişlərim olsun ki, bu cür ehtiyatsız işləri etməsinlər, ehtiyat eləsinlər. Yəni, qorxsunlar o gündən ki, Muxtar Səqəfi qiyamət günü bunların əlindən tutar ki, mən ki, belə dəyirdim, səni hardan gördüm mən bu sözün və bu əqidənin sahibiyəm, hardan bildin? Mənim əgər belə bir sözləri ki, mənim haqqımda deyirlər, düz olsaydı, heç vaxt imamlar, İmam-ı Zeynul-Abidin, İmam-ı Baqir, İmam-ı Sadiq əleyhissalam, əleyhimussalam məni dua etməzdilər. Sən bu sözləri mənim barəmdə kimdən eşitdin, hansı bir dəlilə istinad etdin? Ona görə mənim bu söhbətdən məqsədim həm Cənab-ı Muxtar Səqəfinin barəsində bir az danışmaq istəyirəm, onun haqqında bir tarix nəql etmək istəyirəm və həm də bu əziz qardaşlarıma, iman əhlinə bir nəsihət etməliyəm. Çünki rivayətdə vardır ki, insan gərək Ən-nəsihətü lil-mü'minin, möminlərin xeyrinə çalışa, onların xeyrini danışa. Onların üçün bu iki lazımdır deyə ki, sonra onlar xətaya düşməsinlər, giriftar olmasınlar. Bəli. Amma Muxtar Səqəfinin tarixi, onun həyatı barəsində ərz eləyib. Muxtar Səqəfi Əsbəq ibn Nəbatə nəql edir, rivayət edir ki, mən gördüm Əmirül-Möminin Əli əleyhissalam əyləşib, Muxtar Səqəfi də balaca bir oğlan uşağıdır, kiçik bir oğlan uşağıdır, Əmirül-Möminin onu çağırıb, oturdub dizinin üstündə, qıçının üstündə. Mübarək əlin çəkir Muxtarın başına, buyurur, ya kəyyis, ey zirək, ey zirək. Deyir, mən bunu Əmirül-Möminin Əli əleyhissalamdan görəndən sonra dedim, bu Muxtar aqibət bexeyr olar. Bu məlumdur ki, bundan nəsə bir zirəklik vardı ki, Əmirül-Möminin Əli əleyhissalam indi onun başına bu əlin çəkməklə o zirəkliğə, onun o yaxşılığına işarə etmək istəyir. Müddətlər keçdi. Müddət keçəndən sonra Kərbəla hadisəsi baş verdi ki, Kərbəla hadisəsində Muxtar Mədinədə idi,
İmam Hüseyin aleyhisselam da geldi Mekke'ye, oradan da geldi Kufiye, Irak'a ve orada. Kerbela hadisesi baş verenden sonra Muhtar İmam Hüseyin'e zulmedenlerden intikam almak istedi. O zalimlerden intikam almak istedi. Özünüz eşitmişsiniz, kitaplarda okumuşsunuz, onlar için mütalaa əhlidirlər. Ya ata-babalarımızdan eşitmişik bir az çox. Bu tazalıqda da ki, İran Respublikasından Muxtar-ı Səqəfinin barəsində film çəkdilər və Azərbaycanda da cəmaət gördü. Orada da gördünüz ki, Muxtar-ı Səqəfinin həyatı necə olubdur. Hansı zəhmətlərə, əziyyətlərə dözübdir, hansı işgəncələrə dözüb, axırda eləyə bilibdir, Əhl-i Beyt əleyhissalamın qatillərindən, onlara zülm edənlərdən intiqam alsın. Çün Muxtar-ı Səqəfi Əhl-i Beyt əleyhissalama zülm edənlərdən intiqam aldı, ondan sonra o intiqam alınan şəxslərin evladı, qohum-əqrəbası Muxtarın barəsində pis sözlər danışdılar. Biri dedi yalan danışır, biri dedi hilə eləyir, biri dedi belə eləyir, özü üçün riyasət istəyirdi, siyasət eləyirdi, özü hakimiyyətə çatsın. Bu sözləri danışdılar. Elə oldu ki, Muxtarı kəzzab, yəni yalancı adlandırdılar. Dedilər, Muxtar kəzzabdır, yalancıdır. Muxtar bu işlər, hadisələr baş verəndən sonra, ömrü sona çatandan sonra ki, vəfat edir və Kufə məscidində Həzrəti Müslim ibn Əqilin qəbrinin kənarında o yerdə bastırılır, dəfn olunur. Zaman geçir. Muxtarın oğlu deyir, mən getdim Məkkəyə. Məkkəyə getdim, orada bir İmam-ı Sadiq əleyhissalamın, İmam-ı Baqir əleyhissalamın xidmətinə çatdım. Haçan, o gün ki, Qurban bayramıdır. İmam-ı Baqir əleyhissalam əyləşib və həllaq, yəni dəllək, istir İmam Baqir əleyhissalamın başını ülgücünə qıxsın. Deyir, mən çatdım, salam verdim İmam Baqir əleyhissalama. İndi ravi bu rivayət necədir? Mən rivayətin mətnin və özünü mərhum Ayətullahul Uzma Xoyunun Mu'cam-ı Ricalil Hədis ki, o Həzrətin, o böyük alimin məşhur kitabıdır. Mu'cam-ı Ricalil Hədis ki, elmi ricalda raviləri, insanları ki, Peyğəmbər və o Həzrətin Əhl-i Beytinin dövründə yaşayıblar və onlardan rivayət nəql ediblər. Bu elmi rical onların haqqındadır ki, bu kişi vəziyyəti necə idi, əxlaqı necə idi, hansı xidmətlər göstərib, hansı xiyonətlər eləyibdir. Bunlar hamısı bu kitabda və başqa bu mövzu haqqında yazılan kitablarda vardı. İstər əhl-i sünnət olsun, istər şiə olsun, elmi rical özü bir elmidir və bu barədə də çoxlu kitablar yazılıbdır. Bəli, orada rivayət olunub. Musa ibn Yasar İmam Sadiq əleyhissalamdan nəql edir. O da kimdən ta axır çatır Şərikdən. Abdullah ibn Zubeyr və Şərik deyirlər ki, biz daxil olduq Məkkədə İmam-ı Baqir əleyhissalamın xidmətinə, yevmən nəhr. Və huvə muttəkiun, gördük ki, Həzrəti Baqir əleyhissalam söykənibdir, beləsi bir yerə söykənib, əlində qoyub bir tərəfdə bir yerə. Və həllaq, o dəllək istir Həzrətin başını ülgücünə qıxsın. Bu deyir, biz otduq İmam-ı Baqir əleyhissalamın xidmətində, salam verdim və otduq İmam Baqir əleyhissalamın xidmətində. Bir zaman gördük, bir yaşlı bir kişi
iz dəxələ aleyhi şeyxun min əhlil Kufə. Kufə əhlindən bir nəfər yaşlı bir kişi daxil oldu İmam Baqir əleyhissalamın xidmətinə və Həzrətin əlindən istədi tutsun, Həzrətin əlindən öpsün. Həzrət mane oldu, buyurdu əyləş. İcazə vermədi əlindən öpsün, buyurdu əyləş, xoş gəlmisən. Sonra buyurdu ki, mən əntə, kimsən sən, xoş gəlmisən. O şəxs, o şeyx ərz elədi ki, ənə Əbu Muhammed Əl-Həkəm ibn Muxtar ibn Əbi Ubeydə. Mən Əbu Muhammedəm, Həkəm ibn Muxtaram, adım Həkəmdir və Muxtar Səqəfinin oğluyam. Bu şəxs, həman şəxsi ki deyirik, yaşlı bir kişiydi, daxil oldu, Həzrətin istəyir əlindən öpsün, Həzrət icazə vermədi, buyurdu əyləş. Və belə deyəndən sonra ki, mən Muxtar Səqəfinin oğluyam, İmam Baqir əleyhissalam mübarək əlin uzatdı, onun əlindən tutdu. Öz tərəfinə çəkdi bunu, öz tərəfinə. Ravi deyir ki, biz gördük İmam Baqir əleyhissalam Muxtar Səqəfinin oğlunun əlindən tutandan sonra o qədər özünə tərəf çəkdi ki, az qalırdı bu şəxs, Həkəm ibn Muxtar Səqəfi, az qalırdı İmam Baqir əleyhissalamın dizinin üstündə, qucağında otursun. Yəni Həzrət o qədər məhəbbət elədi, özünə tərəf çəkdi. Bəli. فَمَدَّ يَدَهُ إِلَيْهِ حَتَّى كَادَ يُقْعِدَهُ فِي حُجْرِهِ ثُمَّ قَالَ أَصْلَحَكَ اللّٰهُ. Allah sənə aqibət bixeyr eləsin. Allah səni hifz eləsin. Sonra o şəxs, yəni Muxtar Səqəfinin oğlu deyir ki, mən İmam Baqir əleyhissalama ərz elədim. Yəbnə Rasulillah, ey Peyğəmbərin balası, İnnən nasə qəd əksəru fi əbi və qalu vəl qovlu qovluq. Cəmaət Kufə əhli ki, mənim atam onlardan çoxundan intiqam alıbdı. Onlar mənim atamın barəsində çox sözlər deyirlər. Mən indi gəlmişəm sizin xidmətinizə, siz hər nə mənim atamın barəsində buyursaz, mən onu qəbul edərəm. Buyursaz yaxşı adamıdır, qəbul edərəm. Buyursaz pis adamıdır, yalancıydı, onu da qəbul edərəm. Çünki inanıram ki, siz düz danışansınız, Peyğəmbər zürriyyətisiniz, əhl-i beytidənsiniz. Deyir İmam Baqir əleyhissalam buyurdu, ey Muxtarın oğlu, Kufə əhli, cəmaət sənin atavın barəsində nə danışırlar? Və əyyə şeyin yəqulunə, sənin atavın barəsində nə deyirlər? Deyir, bu Muxtarın oğlu dedi ki, yəqulunə kəzzabun. Cəmaətin bəzisi deyirlər ki, Muxtar yalancıydı, yalan danışanıdır. Və la tə'muruni bi şeyin illa qabiltuhu fəqalə. İmam Baqir əleyhissalam vaxtı eşitdi ki, cəmaət Muxtarın barəsində belə danışırlar, onu yalancı bilirlər. İmam əleyhissalam buyurdu, Subhanallah. Yəni əcəb, cəmaət Muxtarın barəsində belə sözlər söylürlər, onu yalancı bilirlər. Əxbərəni əbi vallahi, mənim atam, yəni İmam Baqir əleyhissalam buyurur, mənim atam İmam Zeynul Abidin əleyhissalam buyurdu. İnnə məhrə ummi kanə mimma bəəsə bihil Muxtar. İmam buyurdu, mənim həyat yoldaşımın, yəni İmam Baqir əleyhissalamın anasının məhriyyəsi, o mal, o pullardanıdır ki, Muxtar Səqəfi İmam Zeynul Abidin əleyhissalama göndərmişdi. Yəni Muxtar hakimiyyətə gələndən sonra, zalimləri qətlə yetirəndən sonra bir miqdar pul, beytulmal İmam Zeynul Abidin əleyhissalama göndərdi ki, onlara kömək olunsun. Evləri qalmışdı, tökülmüşdü, təmirə ehtiyacları vardı, özlərinin əllərində bir mal, sərvət qalmamışdı. Ona görə Muxtar Səqəfi hakimiyyətə gələndən sonra bir miqdar pul, hədaya göndərir, hədiyyələr göndərir İmam Zeynul Abidin əleyhissalama.
Hazret buyurur ki, ey mənim balam, yəni ey İmam-ı Baqir, sənin anavın məhriyyəsi, kəbinindəki məhriyyə salınır, sənin anavın məhriyyəsi muxtar bizə göndərən puldan biz vermişik sənin anava. Muxtar necə adamı, necə yalancı ola bilər? Necə kəzzab olar ki, Peyğəmbərin əhl-i beytinə belə xidmət edir? Əxbərəni əbi vallahi innə məhrə ummi kanə mimma bəəsə bihil muxtar. Sonra buyurur İmam Baqir əleyhissalam muxtara buyurur ki, əvələm yubni durəna, muxtar bizlərin evlərimizi bina etmədi, təmir etmədi. Yəni İmam Hüseyin şəhid olandan sonra daha İmam Zeynül Abidin əleyhissalamın evləri töküntüsü çox idi, təmirə ehtiyacı var idi, bunların da əllərində bir şey yox idi. Ona görə İmam əleyhissalam buyurur ki, əvələm yubni durəna, muxtar bizim evlərimizi bina etmədi, təmir etməyib. Və qətələ qatilina, muxtar bizlərin, yəni İmam Hüseyin əleyhissalamın özü və əshabını qətlə yetirənləri qətlə yetirməyib. Və tələbə bidimaina, muxtar bizim qanlarımızı qatillərimizdən intiqamını almayıbdır. Rəhiməhullah, Allah ona rəhmət eləsin. İmam Baqir buyurur, Allah sənin atan Muxtar-ı Səqəfiyə rəhmət eləsin. Vaxtı bir adamın haqqında İmam-ı Baqir əleyhissalam buyurur, Allah ona rəhmət eləsin. Bunun barəsində bizlər özümüzə icazə veririk ki, bunu pisliyaq, onun barəsində bəzi fikirlər nəql eləyək. Bu bir hədis. Başqa bir hədisdə, bəli, Zeyd ibn Ali ibn Hüseyn deyir ki, həddəsəni Ömər ibn Ali ibn Hüseyn, İnnə Ali ibn Hüseyn, mən İmam Zeynul Abidin əleyhissalamın oğlu nəql elədi, bizə rivayət edib ki, vaxtı İmam Zeynul Abidin əleyhissalam əyləşmişdi, Ubeydillah ibn Ziyadın və Ömər ibn Səədin muxtar başların bədənlərindən ayırandan sonra göndərir İmam Zeynul Abidin əleyhissalama ki, görün sizin atazı, əmilərizi, atazın, balaların, əshabın şəhadətə yetirənlər, öldürənlərindən intiqam almışam, bunların başlarını sizin məhzərinizə göndərirəm, deyir İmam Zeynul Abidin əleyhissalam. Ubeydillah ibn Ziyadın və Ömər ibn Səədin başın bədəndən ayırmasını bilməyi və onları görmək həmin səcdiyə gedir. Fəxərrə sacidən. Həzrət geçdi səcdiyə və qalə əlhəmdülillahilləzi ədrəkə li sari min ədai. Həmd olsun bir Allaha ki, bizim qanımızın intiqamını almağın bizə dünyada göstərdi. Mümkündür, ahirətdə bunun intiqamı alınıydı. Amma dünyada da biz bunlardan intiqam almağı gözümüzlə gördük. Sonra buyurur ki, İmam əleyhissalam səzdiyə gedib qutarandan sonra ki, əyləşdi, buyurdu, Cəzallahul muxtar xeyra. Allah muxtara yaxşı mükafat versin. Allah ona xeyr versin. O, bizim intiqamımızı zalimlərdən aldı. Bu bir rivayət. O da bir rivayət. Bir şəxsi ki, İmam əleyhissalam, İmam-ı Baqir əleyhissalam buyurur, rəhiməhullah, Allah ona rəhmət eləsin, yəni muxtara. İmam Zeynul Abidin əleyhissalam buyurur, Cəzallahul muxtar xeyra. Allah muxtara yaxşı mükafat versin. Muxtar ölüb, dünyasını dəyişib, İmam onu dua edir. Necə bu insan cəhənnəm əhli ola bilər? Necə bu insan cəhənnəmə gedər ki, bəzilər danışıqlarında, xutbələrində deyiblər ki, bəli, Muxtar-ı Səqəfi cəhənnəmə gedəcəkdir. Orada Peyğəmbər gəlib oradan keçəndəki polis sıratıdan, sırat körpüsündən gəlir, buyurur, təşrif buyursun, cənnətə təşrif aparsın və behişdə cənnətə getsin. Bir səs eşidəcəkdir, görəcək bir səs gəlir ki, mənə nəcat verin. Baxacaq, görəcək ki, məsələn, Muxtardır. Peyğəmbər nəcat verməyəcək, saymayacaq. Yəni, bu yalançı hədisdir ha. Mərhum Ayətullah Xoyi və başqa
rical elmində təhqiq eləyənlər buyururlar ki, bu rivayətlər yalan, zəif rivayətdir. Sənədləri zəifdir. Nəql eləyənləri özləri yalancıdırlar. Bəli, bunlar bəzilər nəql eləyiblər, xutbələrində danışıblar ki, muxtar gedəcək cəhənnəmə, Peyğəmbər ona şəfaət etməyəcək, Əmirül-Möminin şəfaət etməyəcək, Həzrəti Zəhra, İmam Həsən şəfaət etməyəcək, axır muxtar İmam Hüseyni səsləyəcək, deyəcək, mən sənin qatillərindən intiqam almışam, sən məni nəcat ver, İmam Hüseyn onu cəhənnəmdən nəcat verəcək. Bu yalan hədisdir. Mən sonraki hədisi oxuyuram. İmam-ı Baqir əleyhissalam belə dua eləyəndən sonra ki, buyurdu, rəhiməhullah, Allah ona rəhmət eləsin, Allah ona rəhmət eləsin. Sonra muxtarın oğluna xitab edərək buyurdu, rəhimallahu əbak, Allah sənin atava rəhmət eləsin. Rəhimallahu əbak, Allah sənin atava rəhmət eləsin. Ma tərəkələna haqqən ində əhədin illə tələbəhu. Heç bir kimsənin yanında bizim haqqımızı qoymadı qalsın. Yəni, bütün bizim haqqımızı qəsb eləyənlərdən, bizləri qətlə yetirənlərdən, babamı, atamı, babamı, bunları qətlə yetirənlərdən, İmam Hüseynin, sahabələrin qətlə yetirənlərin qatillərinin heç birini bağışlamadı. Hamısından intiqam aldı. Ma tərəkələna haqqən ində əhədin illə tələbəhu. Tələb etdi, onlardan haqqımızı tələb etdi. Qətələ qətələtana, bizim qatillərimizi qətlə yetirdi, öldürdü. Və tələbə bidimaina, və bizim qanlarımızın intiqamını aldı. Yaxşı, bir şəxsi ki, kitablardan xəbəri yoxdur, ancaq bir dənə kitabı oxuyub. Məsələn, deyir, mərhum Əllamə-i Məclisi Biharul Ənvar kitabında bu hədisi yazıbdır ki, muxtar gedəcək cəhənnəmə, Peyğəmbər şəfaət etməyəcək, Əmirül-Möminin, Əhl-i Beyt şəfaət etməyəcək, yalnız İmam Hüseyn gəlib ona şəfaət edəcək. Bir dənə kitabı oxumaqla, bir kitabı oxumaqla bir adam ələ gələ bir məsciddə ya bir yerdə xutbə oxuya, danışa və bir nəfər Peyğəmbər və Əhl-i Beyt Peyğəmbərin sahabəsinin haqqında ki, onlara çox xidmət göstəribdir, onun haqqında belə sözlər danışa ki, bu cəhənnəm əhli olacaqdır, Peyğəmbər şəfaət etsə qəbul olunmayacaq, Əmirül-Möminin şəfaəti qəbul olunmayacaq. Bu sözü danışmaq doğrudan da insaf deyil. Bu sözü danışan məlum olur ki, yaxşı mütaliə əhli deyil, yaxşı təhqiqat əhli deyil. Bir şəxsin barəsində bir dənə kitabı oxumazlar. Bir dənə məsələnin barəsində bir kitaba baxmaqla insan nəzər verə bilməz, fətva verə bilməz. Bütün rivayətləri bu barədə görəndən sonra axir eləyə bilər bu nəticəyə çatsın ki, burada nə demək istəyirlər. Hətta bəzi yerdə bəzilər axırda nəticəyə çatanda da deyirlər, əhvət budur, ehtiyat budur. Mənə elə gəlir ki, budur. Müştəhid deyir, mənim nəzərimə belə gəlir ki, budur. Nə ki, avam adam otursun desin, mənə elə gəlir ki, budur. Axı, sən kimsən ki, sənə elə gəlsin? Bu müştəhiddir, bu fəqihdir. Rivayətləri, ayələri, Qur'anı, hədis kitablarını mütaliə eləyəndən sonra deyə bilər, mənə elə gəlir ki, budur. Zahiri məsələ budur, ehtiyat budur, əhvət budur. Amma sənin kimi insanlar, sadə dərs oxumayan insanlar, ya bir az dərs oxuyan şəxsilər necə eləyə bilər desin, mənə elə gəlir. Bu adam gərək ehtiyat eləsin, doğrudan da günahdır, haramdır. İnsan tez gəlib belə fətva versin, gəlsin belə söz cəmaət içində nəql eləsin. Mərhum Ayətullah Xoyi həman bu cildi ki, burada vardı, Mucam-ı Rical Hədis, cild 18, səhifə 94, 95, 96, 97 ta səhifə 100-ə qədər, 102-yə qədər, 10-12 səhifə, 7-8 səhifə, 10 səhifə söz yazandan sonra axır buyurur ki, Muxtar-ı Səqəfinin barəsində nəql olunan bu hədislər ki, onu yalancı, onu
bəyənilməyən bir insan cəmaətə istəyib tanıtdırsın, bu rivayətlər zəifdir. Çün o rivayəti nəql eləyənlər özləri Muxtar Səqəfinin əli ilə intiqamı alınan şəxslərin nəsilləridir. Bunların ataları, babaları İmam Hüseyni qətlə yetirib, Muxtar da onlardan intiqam alandan sonra onların uşaqları gəliblər deyiblər, Muxtar yalancıdır, Muxtar belədir, elədir. Bəli, onlar belə də deməlidirlər də. Çünki bunların ata-babalarından Muxtar intiqam aldı. Ona görə mərhum Ayətullah Xoyi buyururlar ki, təkcə bunlar deyirlər ki, bunların haqqında bu sözlər danışılıb. Məsələn, Muhammed ibn Muslim İmam-ı Sadiq əleyhissalamın salih sahabələrindəndir. O da bir adamı öldürməyibdir, bir adamı qətlə yetirməyibdir. Görürsünüz, onun barəsində də bəzilər gəlirlər, onu da pislirlər. Zürarəni də pislirlər. Huşam ibn Həkəmi də pislirlər. Niyə? Buna görə ki, bunlar Əhl-i Beytidən danışırdılar. Bunlar Peyğəmbər və o Həzrətin Əhl-i Beytindən himayət edirdilər. Onlar buyuran sözləri deyirdilər. Bəli, bunların müxalifi, Əhl-i Beytin müxalifi, onlarla müxalif olduğu üçün bunlardan himayət eləyən şəxsləri də pislirdilər. Zürarəni bir cür pislirdilər, o birsin bir cür pislirdilər, Muhammed ibn Muslimi bir cür pislirdilər və belə. Ona görə yaxşılıqdan danışanda eybi yoxdur. Birinin yaxşılığından danışırsınız, danışın. Amma pisliğindən istəyirsiniz, danışasınız, ehtiyat eləyin. Heç olmasa deyim, mən bu barədə bir şey bilmirəm. Soruşaram, örgənərəm, deyərəm. Ya mütaliə elərəm, təhqiq elərəm, sonra danışaram, sizə deyərəm. Ehtiyat eləyin. Doğrudan da insan gərək Allahdan qorxsun. Mən özüm orada yaşadığım dövrdə görürdüm müxtəlif sözlər, məsələn, mənim öz barəmdə bəzi sözlər danışırdılar, deyirdilər ki, mənim qulağıma gəlib çatandan sonra görürdüm ki, heç o sözləri ki, onlar deyirlər, mənim heç ruhumun da xəbəri yoxdur. Deyirdilər, hicranı belədir, hicranı belə danışır, hicranının fikri budur, kiminlə ziddidir, kiminlə belədir, halbuki belədir, mən kimsə ilə ziddi deyirəm. Mən həmişə çalışmışam ki, hamı ilə möhrüban olam, hamı ilə qardaş olam. Mən müsbət tərəfləri tutmuşam, mən çalışmışam ki, hamı ilə müsbət əlaqə saxlayam. İndi bəzilər bunu bəyənmirlər, ya məndən xoşları gəlməyib, bəzi sözləri deyirlər, onların sözləri hüccət deyirlər. Onların danışıqları hüccət deyir. Söz budur ki, insanın yaxşılığından danışasınız. Nə zalimlərin yox, indi bir adam gələ deyə, Yazidin də gəyə zalim yaxşılığından danışaq. Axı, onda yaxşılıq qalmayıb ki. Şimrin də gəlin yaxşılığından deyək. Axı, o Şimridə yaxşılıq qalmadı ki, onlar o İmam Hüseyni öldürməklə özlərini göstərdilər ki, bunlar yaxşı adam deyirlər, bunlar pis adamdılar. Namaz qılsalar da bunlar cinayətkardılar, bunlar yalancıdılar. Necə olar ki, Peyğəmbər tapşıran, sifariş edən şəxsi ki, buyurub, bu mənim nəslimdəndir, bunun əti, qanı mənim ətimdən, qanımdandır. Hüseynun minni və ənə min Hüseyn. Peyğəmbər İmam Hüseynin barəsində belə danışıb, bir adam İmam Hüseyni öldürsə, necə bunun barəsində insan danışmasın? Bu məlumdur ki, pis adamdır. Bəli, o yerdə ki, bilinmir ki, bu necədir, necə deyir, orada gərək insan ehtiyat eləsin. Amma aydın aşkar zalimin barəsində insan danışsa, eybi yoxdur. Biz bütün zalimləri ki, aydın aşkar zülm ediblər, tarixdə yazılıb və tarix boyu qalacaqdır, biz onlardan nifrətimiz var. Belə deyir ki, deyək, Yazidin barəsində danışma, qox, ehtiyat elə. Bura ehtiyatı yeri deyir. Şimrin barəsində danışma, Ömər-i Sadin barəsində danışma. Xeyr, bunlar tarix yazıbdır. Bunlar tək bizim sözümüz deyil. Tarix deyir ki, bunlar cinayət eləyiblər. Tarix deyir ki, bunlar xiyanət eləyiblər. Namaz qılsalar da yalancıydılar, yalan namaz qılıblar. Dini mələbə eləyiblər, dini lağ eləyiblər bunlar. Bəli, o insanlar ki, salihdirlər.
onların barəsində əgər şübhəli bir söz nəql olunsa, onu insan ehtiyat eləməlidir. Gərək müştehidlərin barəsində insan bəzi pis sözlər danışmaya, pis fikirlər bəyan eləməyə. Bunlar müştehiddirlər, hərənin özünün fətvası var, sözü var. Birini belə düşünüb də, ayəni belə düşünür, o birisi başqa bir formada düşünür. Da bunları demək olmaz ki, sən nə üçün belə düşünürsən? Bu rivayatıdan, ayatıdan bu fətvanı ələ gətirib. Buna deyərik ki, eybi yoxdur, Allah sənə əcr versin. O birisinə də deyərik, Allah əcr versin biləvə. Hansısı bunların düzdür, Peyğəmbərin özünün buyurduğu Əhl-i Beyt əleyhimussalamın rəftarı və fikri ilə mütabiq deyil, sənin fikri və əqidə ilə uyğun gəlmir də o müştehidi sən pisləyə bilməsən, günahdır, haramdır. Qiyamət günü görəsən bütün əmalın yerində, axırda istəyirsən cənnətə gedəsən, buradan bu müştehid tutur sənin əlindən. Ya bu alim, ya bu tələbə tutur sənin əlindən ki, hara gedirsən? Mənə borcum var, dünyada mənim barəmdə bu sözləri danışmısan. Gəl görək sən hardan bildin ki, mən beləyəm? Ona görə ki, mən bütün iman əhlinə, bacı qardaşlarımıza, Havza-i Elmiyyədə, İranda, Suriyədə, hər hansı bir yerdə dərs oxuyublar. Xüsusən bunlara tövsiyə eləyirəm. Bir qardaş kimi bunlardan xahiş eləyirəm ki, danışıqlarında ehtiyat eləsinlər. Nəzər vermələrində ehtiyat eləsinlər. Ya nəfy barəsində, ya isbat barəsində birini tərif eləyəndə də ehtiyat eləsinlər. O, haqqından artıq onu tərif etməsinlər. Qiyamət günü insan mədyun olar. Deyərlər, sən mübaliğə elədin. Buna bu qədər pay düşmürdü ki, sən belə tərif elədin bunu. Pisləyəndə də ki, nə gərək elə insan intiqad eləməsin ki, qiyamət günü bu onun üçün çətin olsun. İntiqadın var, eybi yoxdur, zəhv vura biləsən, səfər edib qumda ya başqa yerdə onu yaxından görüb, deyə biləsən ki, sən beləsən, belə bizə çatıbdır, sən belə deyirsən. Amma vaxtı uzaqdan oturur bir adam danışır, həm bu belədir, bu elədir, bu düzgün bir fikir deyil. Allah hamımızı düzgün yola hidayət eləsin və hamımızı salih bəndələrindən qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.